Salam dəyərli tamaşaçılar, bizi hazırda izləyənlər. Mən İsmail Tağıyev. Yəni aktyor olaraq öz adım onsuz da yəqin ki, burada hardasa bir yerdə yazacaqlar, amma bu dəqiqə Tağıyevin işığında yığışmışıqsa və Hacı Zeynalabdin Tağıyevin övladını oynayan bir aktyor kimi sizin qarşınızdayamsa elə İsmail Tağıyev də bu müsahibəni İsmail Tağıyev kimi də davam eləyəcək. Salam dostlar. Mən İsmail Kərimov, Tağıyev filmində Sadıq Tağıyevi canlandırıram. Mən böyük qardaşımdır, mən Böyük qardaş. Mən danışmalıyım da bu keçmişdən gələn bir klassik ənənə var. Adət-ənənəmiz budur. Ən yaxşı Tağıyevdir özdə mən. İntrigaya görə sənsən. Deməli, belə deyim də, bunu əslində bizim kast direktor Reyhan İsayeva da bilir, ona da demişəm. Zaur Qasımlı ilə danışmışam, quruluşçu rejissoruna, hətta Orman Əliyev də bilir. 2020-ci ildə mənim əlimə bir kitab keçmişdi, oxuduqlarım, eşitdiklərim və gördüklərim. Pandemiya dövrü idi və maraqlı gəldi Bakı milyonçularının həyatı. Orada İsmail Tağıyev haqqında 2 yoxsa 3 obraz 2020-ci ildə abzas. Belə çox maraqlı gəldi mənə. Oxudum ki, bu əsl, yəni kino məqamıdır da. Bu adam bir kinonun əsas qəhrəmanlarından biridir və hətta həyat yoldaşıma dedim ki, təsəvvür elə Tağıyev haqqında film çəkilir və mən İsmail Tağıyev oynayıram 2020-ci ildə. Üstündən bir xeyli keçdi. Mənim heç bir şeydən xəbərim yoxdur ki, İsmail Tağıyev obrazı artıq hazırdır. Tağıyev proyekti Bakı Media Mərkəzində çəkilir. Zaur Qasımovun quruluşçu rejissorudur, Arzu xanım Əliyeva baş prodüserdir. Heç nədən xəbərim yoxdur. Çünki həmin dövrdə mən Qaxda Şeyx Sənan serialına çəkilirdim. Serial bitdi, qayıtdım, gəldim. Təsəvvür dostlarım dedi ki, Tağıyev proyekti çəkilir və mən yenə həyat yoldaşıma dedim ki, təsəvvürlə məni İsmail Tağıyev roluna çağırdılar. 2 yoxsa 3 gün sonra Reyhan mənə WhatsApp-da yazdı ki, bir dənə bu İsmail Tağıyevlə Sadıq Tağıyev ikisini də öyrən, kastinqə çağırırıq səni. Mən Sadığı özüm bilərəkdən, bunu Zaura da demişəm, Sadıq obrazını kastinqdə çox zəif oynadım. Özüm istəyərək, bilərək zəif oynadım ki, göstərdiyim İsmail Tağıyev daha güclü olsun və mənə İsmail Tağıyevi seçsinlər. Və mən onsuz da kastinqə dəvət olub gələndə mən İsmail Tağıyevə hazır gəlmişdim. İsmail Tağıyev kimi gəlmişdim. Bunu Zaur Qasımlı da təsdiqləyər, bunu Reyhan İsayev da təsdiqləyər. Mən də təsdiqləyər. Mən tam olaraq İsmail Tağıyevə hazır gəlmişdim və mən %90 əmin idim ki, mən orada oyunu göstərəndən sonra mən Zaur seçəcək bir oldu. Və seçdi. İndi icazə verirəm. Mən də Reyhan xanım dəvət eləmişdi. Mənim üçün də Sadıq obrazı çox maraqlı oldu. Mən də ona belə deyək, hazırlaşdım senari üzərində. Düzdür, Tağıyevlər barəsində informasiyamız var idi təbii ki. Bu bizim xalqımızın belə deyək, ədəbiyyatına daxil olan bir şeydir yəni. Ona görə şəxsiyyətdir bəli. Əlbəttə ki. Senari üzərində hazırlaşdım. Sonra Zaur Qasımlı ilə məsəl üçün kastinqdə elə Sənanla bir yerdə gələndə Zaur bəy durdu belə fikirləşdi kastinqdən sonra ki, biz mən deyir, sizin ikinizin arasında qalmışam. Sənin adın İsmail, bu Sənan. Normalda İsmail personajını sənə verməliyik. Amma sən sakitsən təbiətcə, bu sakit deyil. Sən demə, bu məndən qabaq gəlib, artıq orada öz aktivliyini göstərib. Mən öz personajımdan çox razı qaldım, məmnun qaldım. Onun elə o sakit təbiətdə olmağı mənim çox xoşuma gəldi. Təbii ki, aktyor personajını sevəndə daha yaxşı onu ifa edir, belə deyək. Ona görə Sadıq Tağıyev də mənim ürəyimcə oldu. Elə ki, bu həm Sənan üçün İsmail, mənim üçün Sadıq böyük bir qismət oldu. Yox, mən bilmirdim. Mən təsdiq olunandan sonra artıq burada digər məsələləri danışmaq üçün gələndə orada soruşdum ki, Tağıyev kim oynayacaq? Dedilər ki, xalq artisti Pərviz Məmmədrzayev. Ona qədər bilmirdim, ciddi bilmirdim və yaxşı da bilməmişəm. Çünki filmdə atanın kim oynadığını bilirsənsə, aktyorda belə bir şey var. Bilmədən nəyəsə əmin olmaq, tanımadan nəyəsə
əmin olmaq bəzən daha yaxşıdır. Nə qədər də desələr ki, film həyatın reallığıdır, amma burada fərqli nüanslar var. Qısa deyəcəm, vaxtınızı çox almaq istəmirəm. Məsələn, düşünün ki, bizə bir zəng gəlir hazırda bu dəqiqə və ya şad ya bəd xəbər verirlər. Ona bu dəqiqə bizim real olaraq aktyor kimi verəcəyimiz reaksiya bir fərqlidir. Amma o ssenari üzərində yazılanda sən artıq onun beynində formasiyalarını qurursan, formasiya ilə verilən reaksiya bir fərqlidir. Ona görə də mən yaxşı ki bilməmişəm orada bizim dəyərli xalq artistimiz Pərviz Məmmədrzayev Hacı Zeynalabdin Tağıyev oynayır. Çünki o zaman mən beynimdə bir formasiya qurmayacaqdım. Mən sadəcə olaraq Pərvizin yaratdığı Hacı Zeynalabdinin oğlunu oynamağa çalışacaqdım. Amma artıq mən müəmmalı Hacı Zeynalabdin üçün real portretini gördüyüm əsl Hacı Zeynalabdin Tağıyevin oğlu olmaq düşüncəsindən gəlmişdim və mənə görə bu daha yaxşı idi, bilməməyimiz. Seçiləndən sonra bildim mən tam olaraq. Mən də iş prosesində bildim, Sadıq obraz olaraq. Pərviz müəllim çox təcrübəli bir aktyordur bizdə, bizim xalq artistimizdir. Onunla mənim üçün işləmək böyük bir fəxr idi, mənim üçün yeni bir təcrübə idi, mənim üçün yeni bir açılış idi, belə deyək. Və iş prosesində, məkanlarda, bizim bu səhnələrdə o insanla daha da yaxından tanış oldum. Sadıq personajını, İsmail personajını, Tağıyevin personajını Pərviz müəllimin prizması tərəfindən görmək yeni bir maraq qatdı bizim oyunlarımıza. Bu dəfə icazə verin. Ağrı olmayıb, çünki Sadıq personajı daima atasının yanında olan şəxs olub. Atasının dediklərini dəstəkləyən olub. Çünki onun bir çox işlərini Sadıq Tağıyev yerinə yetirirdi. Fabrikdəki olan işləri deyim, işçilər üzərində gedən prosesləri deyim. Ona görə Sadıq daima öz ailəsinin yanında olub, ailəsinə dəstək olub. Baxmayaraq ki, İsmail biraz atası ilə intriqaya girməli oldu. Amma Sadıq daima dəstəkdə olub, atasına dəstəkdə olub. Belə bir şey deyim də, Pərviz Məmmədrzayevi mən çoxdan tanıyıram və Pərvizlə bizim çox qəribə film üzərində filmsel olaraq bir qohumluq əlaqələrimiz var, filmsel olaraq. Pərviz 2 il fasilə ilə Pərviz müəllim, Pərviz Məmmədrzayev mənim həm qaynım oynayıb, həm qaynatam oynayıb, həm atam oynayıb. Çünki biz artıq bütün qohumluq əlaqələrini sınamışıq. Hətta Pərviz müəllimin sonuncu doğum günündə təbrik yazmışdım Facebookda. Onun dediyi bir söz var ki, Allah axırıncıdan saxlasın. Ona görə də baxın, Pərviz Məmmədrzayevin oğlu kimi, övladları kimi yanaşmadıq. Həm İsmail, həm də mən. Biz orada Hacı Zeynalabdin Tağıyevin oğlu kimi yanaşdıq. Həm də Pərviz Məmmədrzayevin də özünün həyatda 3 övladı var. 2 oğlu, 1 qızı və mən onun öz övladlarına qarşı real həyatda da münasibətini bilirəm. Bir ata kimi. Həlimliyin, bir qayğı keçdiyin, bəzən sərtliyin. Tanıdığım üçün zaman-zaman hacı olaraq o öz həyat təcrübəsindən də istifadə eləyirdi. Nə qədər ona qarşı çıxan oğlu olsa belə, ona qarşı gələn övladı olsa belə onu sevməyi, onu məhəbbəti, onu qorumağı, Sadığı özünün davamçısı görməyi, məsələn Sadığa öz işini öyrətməyi, qızını bir ayrı sevməyi, övladlarına qarşı hətta Tağıyev Neftdə də görə bilərik ki, o balaca İsmail üçün nələr eləyir, o anasının ölümündə balaca İsmail Hacını günahlandırır, o ona sanki düşünün ki, bir neft çıxartmaqla bağlı əziyyət çəkən Hacı həm də övladının içərisindəki, daxilindəki mərhəməti çıxartmaq üçün də əziyyət çəkir. Orada iki nüansa nail olur Hacı Zeynalabdin Tağıyev, məhz Tağıyev Neft filmində. Bir neftə nail olur, bir də övladının içindəki mərhəmət hissini çıxartmağa nail olur. Və düşünürəm ki, sonraki bölümlərdə də o mərhəmət hissini qoruyub saxlamağı tapşırır həm Sadığa, həm İsmaila, həm də digər övladlarına. Quruluşçu rejissor Zaurun xidmətlərini qabartmaq istəyirəm. Zaur məşq prosesində İsmaila və mənə elə tapşırıqlar verdi ki, elə nöqtələri göstərdi ki, biz İsmail'la tanış deyildik. Sadəcə o məni bir aktyor kimi tanıyırdı. Mən ona heç vaxt bir plaşatkada, bir çəkiliş meydançasında qarşılaşmamışdıq. Hətta
sadəcə olaraq bir-birimizi tanıyırdıq, salam sağolumuz da yox idi. Çox qısa bir müddətdə, ay yarımlıq məşq prosesində Zaur Qasımlı bizə elə nöqtələri göstərdi ki, elə nüanslara toxundu ki, biz günü bu gündə mən şəxsən İsmaili özümə bir qardaş bilirəm. Və biz yazışanda da, danışanda da, görüşəndə də oradakı sadıq İsmail münasibətlərini qoruyuruq. Sanki elə biz həqiqətən real həyatda qardaşıq. Ona görə də o ziddiyyətli proseslərin olması biz real həyatda da eləyik İsmaillə. Real həyatda da o daha sakit, daha təmkinli, mən daha çılğın və hərdən nə demək istədiyim dilimdə olur, deyirəm, sonra peşman oluram. Belə nüanslar da var. Ona görə də burada Zaur Qasımlını birinci növbədə qabağa və önə çıxartmaq lazımdır. Onun tapşırıqlarını və təbii ki, daha sonra senarist İsmail İman, onların ikisinin hazırladığı o obraz və o obrazlar bizi həqiqətən də real həyatda da qardaşlaşdırır. Bizim Asif Qasımlı da kömək eləmişdi onlara. Bəli. Buyur İsmail, indi sən. Mənim üçün balans, yenə deyirəm, mən daima atamın yanında olduğu üçün həm səhnədə, həm belə çəkişlərdə mənim üçün də Sənan çox doğma gəldi. Doğrudan da elə İsmail kimi, böyük bir qardaş kimi gəldi mənə. Daima həmişə rahat işlədiyi bir yerdə köməkləşdik. Hətta Sənan da mənə çox kömək edib. Bu mənim, belə deyək də, artıq tam metrajı olan filmlərdən ilk filmim idi burada ki, tam mən burada iştirak elədim bir personaj kimi. Düşünün ki, biz çəkişə başlamışıq iyun ayında və çəkişlərimiz bitib 24-cü ilin yanvar ayında. Uzun bir proses geçmişik, 2023-ün iyunda başlamışıq. Uzun bir proses, məşqlər, bizim rayon çəkilişlərimiz, sonra məkan. Və filmdə belə bir şey var, biz məkan çəkirik. Bir səhnənin əvvəlini çəkmişik yay ayında, iyulda, cırhacır isti və nazik paltarda. Bu səhnənin növbəti epizodu çəkilir dekabr ayında və zavodda. Axşam səhnəsidir. Bəlkə də bir 2 dərəcə şaxta var və soyuqdur, külək əsir. Əvvəlin çəkilmişik yayda, tamaşaçı bunu yay görür. İndi gəl sən aktyor olaraq bu soyuqda o yayı oyna. Özü dəhşət külək var idi. Dostlar, deməli bilmirəm, bəlkə də yəqin ki bizim texniki heyətin kameralarının yaddaşında o səhnələr var. Nə vaxtsa alınmayan kadrlar, adinolar çıxacaq. Biz İsmail'la bir rəqs formalaşdırmışdıq əslində. Ya o rəqsi eləyə o soyuq havanın şəraitini, hətta düşünün ki, stop verilən kimi texniki və bütün komand heyəti qaçır, bizim üzərimizə adyallar, isti çay filan, bizi orada masaj eləmək filan ki, biraz bədənləri qızışsın, təzədən çəkilməyə. Hətta Zaur Qasımlı yaxınlaşdı, bizə dedi ki, lazımdırsa sizə, nə bilim, isti çay filan nəsə gətirək. Dedik ki, yəni Zaur, bu biraz insafsızlıq olar, çünki hamı soyuqdadır da, yəni tək biz deyilik. Həmin zavodda, hətta o bizə soyuq olan yerdə elə bir səhnə idi ki, orada deməli tonqal yanır. Təndir şey yanır. Hə, peç, kömürçü idi, nə idi? Kömür peçi, sən həsə belə bir şey. İstiydi, biz də burada soyuqda donurduq. Maraqsız ki, isti orada, biz burada. Tamaşaçılar 3-cü bölümdə biləcəklər Nurcahan kimdir və hansı aktrisamız onu canlandırıb, amma biz onsuz da məşq prosesində bunu bilirdik və mənim çox ürəyimdən oldu həmin aktrisanın məhz Nurcahan, mənim sevdiyim bir xanım və həyat yoldaşım olmağı. Çünki bizim uzun illərə dayanan bir dostluğumuz var və çox gözəl tanıyırıq bir-birimizi və o prosesin içərisində məşq əsnasında da biz əslində İsmail Nurcahan tandemini yarada bildik. Amma siz ikinci bölümə baxanda İsmailin belə hicranla, vüsalla, belə eşq acısı çəkdiyini görürsünüz və tamaşaçılara əmin eləyirəm ki, İsmailin ən səmimi, ən sentimental, ən romantik hissləri Nurcahanı görmədən olan hissləridir. Çünki İsmail Tağıyevin bir xarakteri var. İsmail nəyisə əldə eləyəndən sonra o əldə elədikləri onun üçün maraqsızlaşır. Bura Nurcahan da aiddir. Bura var-dövlət də aiddir. Bura atanın onun üzərindəki mehribanlığı da aiddir. Məsələn, atasının sevgisini qazanandan sonra artıq atasının sevgisi onun üçün maraqsızlaşır. Hörməti qazanandan sonra hörmət onun üçün maraqsızlaşır.
var-dövlət onun üçün maraqsızlaşır. Düşünün ki, bir insan qatar kupesində 2 saat gördüyü qıza evlənmə təklif eləyir. Gəlir atasını məcbur eləyir ki, mən bu xanımla evlənəcəm. Atası yox, bütün Bakı İsmailə qarşı çıxır. Bu deyir ki, mən qıza demişəm ki, mən sənə evlənəcəm. Ged evdəkilərə denən ki, hazırlaşsınlar. Və atasının xəbəri yoxdur. Sonra da Tağıyev Çar bölümünün sonunda da görəcəksiniz. Məcbur eləyir ki, gedək elçiliyə, ata elçiliyə nə vaxt Atanın gedir? fabrikinə gəlirsən də, mən sana qarşılayıram. Ata nə vaxt gedir elçiliyə filan. Ona görə də mənə elə gəlir ki, mən həm o aktrisanı, indi adını çəkmirəm buradan, onu tanıdığım üçün və İsmail obrazına bələd olduğum üçün İsmailin ən ülvi hissləri Nurinin üzünün görünmədən ona olan eşq dövrü idi. Ondan sonra hər şey demək olar ki, kəlləməyə Allah gedir. Onu deyim ki, altdan üstdən çox geyiniblər. Həqqi mənada. İndi çox rahat geyinirik. Məsələn ki, yaydısa bir şortla, bir qısa qol köynəklə çıxırıq evdən və yaxud da qışdısa, kimin avtomobili varsa daha nazik geyinir, kimin yoxdursa daha rahat geyinirik. O vaxt altdan üstdən çox geyiniblər. O bir atalar misalı da var, o nağıllarda filan var. Altdan geyindi, üstdən qıfıllandı, üstdən geyindi, altdan qıfıllandı. Eyni. Yəni İsmail Tağıyevin bir dəst kostyumları var idi. İlahi pərverdigər, bitmir. Bitmir, corab bitmir. Buradan dizdən corab olar sizcə. Dizdən corablar, coraba bağlanan xüsusi vasitələr. Vüsal Rəhimi buradan salamlayırıq, geyir rəssamımız. O qədər incə detalına qədər işləmişdi də. Yəni düymələr filan, köynək, köynəyin üstündən bir arxalıq, onun üstündən bir jilet, jiletin üstündən bir pencək filan. Bir şey deyən kimi də deyirdi ki, budur. Budur, bu olmalı. Toxunmaz, bu olmalı. Şalvarların ətəkləri çox geniş olub. Qobustan səhnəsində dizə qədər torpağın içində idi. Kostyumların özü də enli idi. Çox, kostyumlar da çox enli idi. Qrimdə bir şey var idi ki, mən əvvəlcədən şərt kəsdim ki, mən bığlarımı özüm saxlayacağam. Tağıyev Çarda da sonraki bölümlərdə də mənim mərhələli şəkildə yaşım artdıqca bığlarım uzanır və mən bığlarımı qıxdırmadım və 1 il elə bığla gəzmişəm. 1 il şəhərdə uzun, ucu burmalı bığlarla və insanlara qəribə filan gəlirdi. İndi tanıyan şəhər sakinləri var, sağ olsunlar ki, aktyor olduğumuzu bilirlər. Soruşurdular ki, səndən bəy təzə roldu filan. İndi tanımayanlar da var təbii ki. Tanımayanlar üçün qəribə gəldi. Yəni bu adam şəhərin bu günündə şortiklə belə bığlarının ucunu. Hətta Hindistanlara da oxşuyur. Bilmirəm indi bu efirə gedə bilər, gedə bilməz. Əvvəlcədən bunu deyim. Səhiyyə Nazirliyi xəbərdarlıq edir, siqaret çəkmək bizim sağlamlığımıza ziyandır. Bunu deyim. İsmail Tağıyevin siqaret çəkmə səhnəsi var. Məsəl üçün biz alışmamışıq da filtrsiz siqaret çəkməyə. Bu dekorator və rekvizitlər filtrsiz siqaret düzəldiblər. Çəkilişdə bir dəfəyə olmur da, minimum 10 dubl. 4-5 dənə rakurs. Barmaqlar saralır. Bir səhnə var idi, hiss elədim ki, ya mənim ciyərim içəridə məndən danışır ki, mən yazığam, bəsdir. Nə qədər filtrsiz siqaret çəkmək olar? Filtrsiz siqaretdə də belə bir nüans var, o görəcəksiniz Tağıyev Çarda. Dil tütünü olur və sən istər-istəməz onu tüpürməlisən və elə bilirlər ki, bu İsmail Tağıyevin obrazında bir tüpürmə o deyil. Yəni o vaxt filtrsiz siqaret çəkən babaların ona görə tüpürür ki, dil tütün olur. Bir, ikincisi, mürəkkəblə yazmağı mən heç vaxt yazmamışdım. Biz gözümüzü açandan dircəkli qələmlər filan da, müasir qələmlər. Biz orada mürəkkəblə yazmağı mənə öyrətdilər. O da ki, çox çətindir. Mürəkkəbi batırırsan, batırandan sonra bütün vərəq, o kağızda Nuriyə bir məktubu yazıram. O məktubu yazana qədər bir 40 vərəqli dəftər zay oldu da. Batırıram mürəkkəbə, hər yer dağılır, ay sənəm verəmə filan. Amma maraqlı idi, alışırsan da yavaş-yavaş. Düşün ki, birdən-birə səni gətirirlər və sən milyarder övladı oynayırsan. Mənim psixologiyam qaçmışdı sözün əsl mənasında. Sizə bir şey deyim, bunu sala da bilərsiniz. Hətta birinci bölümün təqdimatında ziyafət yeməyində Orman Əliyevlə Zaur Qasımlı da dedilər ki, bu iki oğlan dedi, 9 ay milyarder balaları kimi gəziblər, taksi sürücülərinə də, yolda bunları kim görür. Hamı ilə danış. Hətta mübahisəm olmuşdu Tağıyev filmində prodüserlərlə ki, siz Sənan Əlləzlə danışmırsınız, siz İsmail Tağıyevlə danışırsınız. Mənə yox demək olmaz. Gedin bunu belə edin. İsmail Tağıyev bunu istədirsə, siz bunu eləməlisiniz. Aydın müəllim var, bizim prodüserimiz, salamlayıram buradan. Aydın Allah şahidi və o gedib soruşa bilərsiniz.
Prodüserimiz Aydına demişdim ki, sən Sənan Əlləzə hər şey deyə bilərsən. Bizim dostluğumuz var, illərlə bir filmdə işləmişik, çox əməkdaşlığımız olub. Amma sən burada İsmail Tağıyevə bunu deyə bilməzsən. Mənim atamın 50 milyard dollara yaxın varidatı var. Mən İsmail Tağıyev milyarder övladıyam. Sən mənə yox deyə bilməzsən. Mən istədiyim olmalıdır. O olmasaydı, biz həqiqətən bu cibimizdəki bu pulla milyarder övladını oynaya bilməzdik. Birinci növbədə tarixi qəhrəman. Mənim ilk canlandırdığım ilk karyeramda harca bəlkə bir 30-a yaxın, 30-dan çox film var. Mən xırda işləri saymıram, əsas önə çıxara biləcəyim. İlk tarixi qəhrəmandır, real personajdır. İnsanın Wikipediyada haqqında məqalə var. Google'da İsmail Tağıyev yazanda ən az onun bir 5 şəkli çıxır. Onun bığı, onun saçı, onun saqqalı. Onun haqqında Sovet dövründə və müasir Azərbaycanda tarixçilərimiz çox işləyib. Çünki Hacı Zeynalabdin Tağıyev bir personadır və onun ilk göz ağrısı, ilk övladı İsmail Tağıyevdir və ziddiyyətli şəxsiyyət olub realda da. Onun haqqında çox araşdırmalar olub və bu mənim üzərimə əlavə bir məsuliyyət qoyurdu ki, sən sıradan bir dramaturqun fantaziyasının məhsulunu oynamırsan. Sən real Azərbaycanın neft xudalarından olmuş Hacı Zeynalabdin Tağıyevin böyük oğlu İsmail Tağıyev oynayırsan. Onun yerişi, duruşu, mən 15 kilo arıqlamışam həmin rol üçün. 90 kiloydum Şeyx Sənandan gələndə. Ki, mənim çəkim artıq olmalıdır ki, yaşım çox görsənsin Şeyx Sənanda. 90 kiloydum, gəldim. Zaur, Vüsal, Reyhan, Allah şahidi, İsmail özü. Mən İsmail Tağıyevin kostyumlarını primerka elədim. İlk hələ tikilməmişdi. Sadəcə olaraq eskizlər var idi, iynələnmiş formada. Mən gördüm ki, yox, bu cüssə ilə milyoner balası olmaq olmaz. Çünki İsmail Tağıyev at həvəskarı olub, at sürməklə bağlı çox böyük fantaziyalar olub İsmail Tağıyevin. At sürən adam o qədər çəki ola bilməz. Ay yarımın içərisində mən ac qalaraq, gün olub ki, mən ancaq su içmişəm. Ac qalaraq 15 kilo arıqladım ki, bütün o əzələlərim kiçildi, geyindim, baxdım, dedim ki, bu artıq İsmail Tağıyevdir. Ona görə də bütün rollarımın üstünə İsmail Tağıyevi ona görə qoyuram ki, insan real personajdır. Bir, ikincisi İsmail Tağıyevin bu dəqiqə nəsli davam eləyir. Onun nəticələri, kötücələri televiziya ekranında və yaxud da kinoteatrda böyük ekranda İsmail Tağıyevi görəndə onlar babalarını mənim simamda görəcəklər və bu həmin insanlar üçün məncə görmədikləri babasının həm də Sənan Əlləzin simasında bir təsəllisi olacaq. Ona görə də böyük məsuliyyət idi. İndi mənim qardaşım İsmail nə fikirləşir öz obraz haqqında bilmirəm, mən bunları fikirləşirəm. Mən sənin obrazı və hətta əlavə edərdim ki, sənə doğrudan da çox yaraşdı bu obraz. Sənin belə yaraşıqlı aktyor. Tağıyevin duruşu, Özüm şux yaraşıqlı. durmaları. Özüm yaraşıqlı adamım, ona görə. Mənim üçün Sadıq Tağıyev personajı məndə Sənan kimi arıqlama yox idi. Çünki mənə bir Sadıq Tağıyevin belə deyək, bir şəkli əlimə düşdü. Orada da onun biraz qarnı var idi. Yaşlı forması, Sadıqın bir şəkli var, yaşlı forması. Ona görə də biraz rahat oldum ki, bunun qarnı var da, biraz məndə də ola bilər. Normalda məndə qarın olmur, sadəcə indi personaja görə eləməli idi, ona görə oldu. Mənim üçün gözəl bir atmosfer idi Sadıq Tağıyevin personajında olmaq. Onun saç düzümü, bığları, onun oturuşu, duruşu, söhbət eləməyi, işləri aparmağı, onun etikası, onun elitli bir ailədən olmağı mənim üçün yəni çox maraqlı idi. Düzdür, mən onu tam müşahidə edə bilmədim. Çünki Sadıq Tağıyevin barəsində informasiya çox az idi. Mən hətta Zaur bəyə də dedim ki, Zaur bəy, mən bu personajı müşahidə eləmək istəyirəm. Mən bu işə deduktiv yanaşmaq istəyirəm ki, bu insanın həyatda nələr olub, nədən istifadə eləyib. Adi hətta biz saat, aksesuarlar belə axtarırdıq ki, əlimizin altında nəsə olsun. Yəni, bu personaj özünü göstərə bilsin, işləyə bilsin, hər bir şeyin göstərə bilsin öz obrazında, belə deyək. Zaur Qasımlı sağ olsun, mənə bir ensiklopediya verdi. Düzdür, orada ən çox Tağıyev barəsində yazılırdı. Onun məktəb barədə açılışlarında bizim şairlərimizə
xalq artistlərimizə o elədiyi dəstəklərdən, bizim aktyor heyətindən də hətta bizdə dəstək olub xaricdə oxumaq üçün bir çox xeyriyyətçi işlərini görmək üçün ən çox informasiya orada ondan idi. Yəni Sadıq Tağıyevdən elə də bir informasiya yox idi. Amma yenə də mənim üçün bir müəyyən bir təsəvvür yarandı ki, Sadıq Tağıyev bu obrazda olmalıdır. Və düşünürəm ki, mən Sadıq Tağıyevi yerinə yetirə bildim, çünki mənim rejissorum məndən razı qaldı, belə deyək. Mənim üçün doğmalıq, yaxınlıq. Doğmalıq və xatırlayıram, biz Tağıyevin son səhnəsini çəkirdik və qismətdən Tağıyevin son səhnəsində də oradaydıq biz. Filmin son səhnəsində İsmail və mən. Zaurla bir söhbətim oldu ki, dedim Zaur, elə bir səviyyədə film çəkdin ki, bundan sonra Azərbaycanda yəni bunun üzərində film çəkilməlidir də, yəni mütləq şəkildə bu filmi keçən bir film çəkilməlidir. Təbii Azərbaycanda çox istedadlı rejissorlarımız var, aktyorlarımız var, senaristlərimiz var, mən bir şey demirəm. Və Tağıyev filmi əslində Azərbaycan filminin həm də bir növ dirçəlməyi deməkdir. Dirçələn Azərbaycan filminin flaqmanı da Tağıyevdirsə və o flaqmanda da biz iştirak eləmişsə, nə xoş bizə. Amma mən Zaura dedim, elə bir səviyyəni qoydun ki, bundan sonra artıq bizə dəvət olunacaq filmlərdə biz əvvəlki kimi yanaşa bilməyəcəyik aktyor kimi, seçici olacağıq. Çünki mən həqiqətən də Tağıyev filmindən sonra şükürlər olsun ki, artıq növbəti bir proyektim xarici bir dövlətdə oldu, oradan dəvət elədilər, getdim xarici bir serialda başrollardan birini canlandırdım. Hələ ki yaxşı gedir. Allaha arzum, Allahdan istəyim budur ki, bu cürdə davam eləsin, amma indi həyatdır, bilmək olmaz necə olacaq. Sadəcə məsələn, mən bundan sonra gedib sıradan bir obraz yaradıb və yaxud da sıradan bir serialda, filmdə çəkilə bilmərəm. Mənim mənəvi haqqım yoxdur. Çünki istəmərəm Azərbaycan tamaşaçısı desin ki, İsmail Tağıyevi oynayan aktyoru növbəti dəfə adına və özünə yaraşmayan bir obrazda gördük. Bax, bu aktyor kimi çox böyük məsuliyyət qoyur üzərimə və dediyim kimi xarakter də elədir ki, onsuz da mənim 37 yaşım var, mənim bəlli bir formalaşmış xarakterim var. Mənim xarakterim obraz dəyişə bilməz. Sadəcə psixologiyama təsir eləyə bilər. Ki, o dediyim kimi təsir eləmişdi, özümü milyarder övladı hesab edirdim. İndi artıq reallığa qayıtmışam ki, o deyildi. Filmlə bağlı pərdə arxasında mən bir spoiler vermədən bu növbəti bölümlərdə olacaq. Bunu deyim, həqiqi mənada bəlkə də illər keçəcək, biz yaşlanacağıq, onu heyət danışacaq. Nurcahanla İsmailin bir səhnəsi var və o səhnə ssenaridə tamam fərqli yazılmışdı. Çox yaxşı yazılmışdı, amma tamam fərqli yazılmışdı. Nəsə biz məşq elədik bir dəfə, 2 dəfə, 3 dəfə, 4 dəfə məşq eləyirik, Zaur baxır, oxuyuruq, müxtəlif təkliflər eləyirik ki, həmin səhnənin məşqini biz aylar əvvəl belə bu məkanda, Baku Media Mərkəzində də eləmişdik, amma indi meydançadayıq və həmin gün bir səhnə çəkiləcək, yalnız İsmaillə Nurinin səhnəsidir. Görürəm ki, Zaur nəsə əvvəlki Zaur deyil də, mənə və həmkarım aktrisaya qəribə nəzərlərlə baxır filan, ssenarini götürür, yarım saat gedir, deyir, uşaqlar özünüz məşq eləyin, gəlirəm. Məsələn, sözlü adam oxşuyur. Biz aktrisına yaxınlaşdıq ki, Zaur, necə sözlü adam oxşuyursan? Dedi, yox, bu əhvalınıza uyğun deyil bu səhnə. Kağız qələm götürün, gəlin mənlə. Kağız qələm götürdük, getdik, çəkiliş meydançasının yanında bir həyət var idi. Həyətdə 6 dənə cümlə mənə dedi, 6 dənə cümlə aktrisaya dedi. Dedi ki, gedin, sabah bunu çəkəcəyik. Bugün bu səhnəni çəkmə. Biz baxdıq aktrisayla ki, Zaur, sabaha niyə saxlayırsan? Dedi, eləyə bilərsiniz, dedik ki, hə. Hazırlaşmadan, yerində ssenari improvizə formasında
Mənə elə gəlir ki, Hacı Zeynalabdin Tağıyev filmindəki mənim səhnələrim içərisində ilk 3-dəyə girəcək bir səhnə alındı. Orada təbii Zaurun böyük əməyi var. Orada mənim həmkarım aktrisanın böyük əməyi var. Nə vaxtsa tarixi fakt kimi bunu danışa bilsələr, bəli, çəkiliş meydançasındakı gənc uşaqlar yaşlı olanda nəvələrinə deyə bilərlər ki, bir aktyor aktrisamız var idi. Rejissor yerində onlara 6 cümlə verdi və onlar sözün əsl mənasında maraqlı bir səhnə yaratdılar. Yəni ki, tamaşaçılar da görüb o səhnəni bəyənəcəklər. Mən çox bizim Qəbələdə çəkişimiz oldu. Bir belə deyək, sümbül sahəsi idi. Hava isti. Orada mənim üçün möcüzələr oldu demək olar. O real tarixi faktı var. O filmi neyini? O adamın real tarixi faktı var. Bayaq deyəcək. Elə oldu ki, mən belə deyək də, həyatımın tərəf müqabilində elə orada tapdım, həmin sahədə. Bizlə Max çəkilirdi, Max aktyor, Minskdən olan aktyordur. Elə orada dayanmışdıq. Deməli, Sənanın Pərviz müəllimlə səhnəsi var. Sənan orada Pərviz müəllimlə dalaşır, sonra ata minib gedir. Biz də ova çıxmışıq, həmin o sümbüllükdə. Dayanmışıq belə. Bizim də indi profi kamera orada olduğu üçün biz belə dayanmalıyıq da. Dayanmışıq, üzvayına indiki ördək vırırıq da, indi orada improvizasiya edirdik. Sənan qışqırdı, elədi, mən tüfəngi attım. İnşallah o səhnəni görəcəksiniz, çox möhtəşəm bir səhnədir. İndi Maxla dayanmışıq, Max da rusca danışır, deyir, здесь, говорит, очень прекрасная, говорит, энергетика. Doğrudan da o qədər oranın energetikası o qədər gözəl idi ki, İsmail, söhbətdən qaçma. Mən elə bildim ki, bir anlıq biz başqa bir dünyaya İsmail, söhbətdən qaçma. Mən sənə deyirəm, sənin həyatının tarixi faktı var. Mən böyük qardaşınam. Danış, tamaşaçılar da bilsin. Özüm danışacağam yoxsa. Və orada bizim Zaur Qasımlının köməkçi rejissor vəzifəsində çalışan Güllü İsmayılzadə işləyirdi. Orada tanış olduq, ailə həyatı qurduq. Görürsünüz, Tağıyev adama düşüb. Tağıyev adama düşüb, evlənib adam. Tağıyev proyekti mənim üçün nə istəyirsən bu cür belə bərəkətli oldu. Nə istəyirsən mən ailə qazandım. Adamın real tarixi vaxtı var. Buna görə sizə minnətdaram. Çox sağ olun. Bu bizim Tağıyevimizdir. Bu Zaur Qasımlının Tağıyevidir, bu Sənan Əlləzin Tağıyevidir, bu İsmail Kərimovun, bu Pərviz Məmməd Rızayevin, bütün aktyor heyətimizin texniki heyəti, bu bizim Tağıyevimizdir. Mənfisi ilə, müsbəti ilə obraz olaraq bizim Tağıyevimizdir və biz öz obrazımızı sevirik, inanırıq ki, siz də sevəcəksiniz. Bizim yeni nəsil üçün, gələcək nəsil üçün bu filmə baxmağı çox tövsiyə edirəm. Siz burada çox şey öyrənəcəksiniz. Tağıyevin öz ailəsini sevməyi, öz ailəyə dəstək olmağı, bayaq Sənan vurğuladı, övladının hətta neft çıxardarkən övladının yanında saxlamağı, o inamı, Allaha olan inamı, o inamla axıra qədər gedən, heç nədən vazgeçməyən, heç nəyə təslim olmayan Tağıyev istədiyi məqsədinə çatır və milyonçu olur. Bu gözəl iş üçün hamıya təşəkkür edirik. Çox sağ olun. Minnətdarıq sizə. Bu bizim ölkəyə çox vacibdir və lazımdır. Gələcək nəslimiz üçün. Minnətdarıq sizə. Çox sağ olun.